bugünkü dünya qanunları uşağı alıb valideynə verir ki, ana. Boşanmada belə, alimentdə anaya verir ki, ana daha vacibdir. Doğrudur, fiziki olaraq daha çox yanındadır. Bədənində gəzdirib, qucağında gəzdirib, göz kontaktı var, şəxsən gözə göz yedizdirir. Atanın çoxu dəfə çöllərdə olur vaxtı. Burada bir qeyd edim ki, bununla da razılaşmıram ki, bir mənalı elə olmalıdır. Amma uşaq anaya verildi, uşaq ananın yanında oldu, uşaq ananın yanında böyüdü, anadan tərbiyə edildi. Ana deyir ki, onun anası ölməyib ki, sən ona nəsə öyrədəsən, sən ona nəsə deyəsən. Heç kəs nənə söz deyə bilməz, baba söz deyə bilməz, qonşu söz deyə bilməz, müəllimin gözünü çıxartaram, müəllim kimdir övladıma söz desin dedikdən sonra bunu kimdən öyrəndi? Müəllimdən öyrənmədi, göz çıxarırdı, nənə babaya icazə vermədin, ora olmadı. Yəqin səndən öyrənib də ana. Yo, mən elə valideyn deyiləm. Onda sən buraxmısan ki, kimlənsə öyrənib. Kimdir bu? Biz çox danışmışıq bu haqda. Sən sosial şəbəkəni nəzarətsiz buraxmısan, amma sosial şəbəkədəkilər sənin uşağını nəzarətsiz buraxmır. Xırda uşaqlar mənim evimə kimi gəlib o zəng. İndi Arzu xanım o sualı ünvanlayım ki, buyurun. Bir dənə bitirim cümləmi. Evimə uşaq, çox valideynlər var. Uşaq evinə zəng gəlir, planşetdən zəng gəldi. Bir kişi, alo, oyunun içindən uşağa zəng gəlir. Bir deyil, iki deyil. Free Fire oyunlar var. Söyüşlə oynayır cavanlar. PUBG-ni keçib, PUBG oyuncaqdır. Və burada sual verirəm ki, əgər sən uşağı nəzarət eləmirsən, sənə bu zənglər gəlir, sən kimsən? Biz uşağımızı çayxanaya buraxmırıq, meyxanaya da buraxmırıq, qumarxanaya da buraxmırıq. Amma çayxananı, meyxananı, qumarxananı planşetlə birbaşa uşağın köksünə buraxa bilirik. Bu nədən irəli gəlir? Çünki ana seriala yaxşı baxsın, ana sosial şəbəkədə danışa bilsin. Burada sırf anaları qınamıram, atanın da məsuliyyəti var. O həddə ki, ana bacarmayandan sonra, ananın həll edə bilmədiyi problemlərdən sonra ata müdaxilə edir ki, burada ananın gücü çatmadı. Axı bu dediyim problemlər sıradan problemlərdir. Sadəcə yanında dayanıb, yanında baxmaq və bir şey bloka salmaqla mövzu bağlanır. Telefonu bloka saldınsa, bağladınsa mövzu bağlanır. Bir də deyim ki, Rəşidə xanım dediyinə 5-10 il sonra gələcəksiniz. Çünki hal-hazırda Azərbaycanda psixologiya mövzusunun üzərində işləyirlər. Adam neuropedaqoqdur, neuropsixoloqdur. Yəni siz yolun başına çatanda müəllimənin qızıl sözlərini görəcəksiniz orada. Bir də ki, çünki bu bəli dediyiniz məsələ dərindən işləyir və hopur ha.